Здравствуйте, добрый вечер. Deməli, rus dilində 3 feil var ki, hansılar ki, bir çox adam qarışdırır. Давайте посмотрим. Deməli, одевать, надевать и носить. Какая же между ними разница? Вместе посмотрим. Значит, наш первый глагол feil, это носить. Что такое носить? Bu feil ümumiyyətlə rus dilində üzərində gəzdirmək, geyinmək, istifadə etmək və yaxud daşımaq mənalarında işlənə bilər. Məsələn, например, я ношу платье, я ношу часы, я ношу сумку и так далее. Значит, наш второй глагол это одевать. Что такое одевать? Это значит geyindirmək. Yəni bir paltarı başqa bir insana geyindirmək. Məsələn, mama одевает ребенка, yəni ana uşağı geyindirir. Bizim axırıncı üçüncü feilimiz это надевать, yəni geyinmək və yaxud taxmaq deməkdir. Yəni bir aksesuarı və yaxud paltarı geyinmək, taxmaq mənasında işlənilə bilər. Например, я надеваю куртку, я надеваю шапку. Bu qədər sadə.